Bu mövzu ki İsrail İran'a hücum etmək üçün hazırlıq aparır, bunu dünya hamı şahiddir, görürlər. Və bu da ki, Amerikalılar onlarla həmrəylik göstərirlər və himayət eləyirlər. Bu da yenə dünya üçün gizlin bir şey deyil. Mən fikir edirəm o gün ki, İslam Cumhuriyyəti İran İsrailə raket attı, Pəhba adlanan ballistik misillərlə ora hücum gətirdi. Demək olar ki, İslam Cumhuriyyətinin İranda hakimiyyətinin sonu başlandı. Yəni o günəcən İsraildə belə bir millətin içində nəzərləri bir həmrəylik yox idi ki, İrana hücum olsun. Amma o gündən bu yan tərəfə İsraillilər həm o adamlar ki, dövləti Benyamin Netanyahudan himayət eləyirlər, həm o ki, onunla müxalifət göstərirlər, hamısı ciddi surətdə xətər hiss eləyiblər və bu yerə yetişiblər ki, gərəkdir İranın təhdidlərinə, təhlükəsinə son qoyulsun. Bu əsasda əlbəttə İsrail təhcanına əməl eləməyəcəkdir. Bilirik, İsrail kiçik bir ölkədir, az cəmiyyəti var və İran çox böyük ölkə və çoxlu cəmiyyəti vardır. Mümkündür İrana çoxlu xəsarət dəysin İsraildən Amerikanın müharibəsində. Amma o xəsarət ki, İsrailə dəyə bilər, o çox ağır olar. O babətdən İsraillilər aşkar deyirlər ki, istəyirlər Amerikalılarla birlikdə İrana həmlə olunsun. Ya əgər İsrail həmlə eləsə İrana, Amerika İranın mütəqabil hücumunun qabağını alsın. Yəni icazə verməsin ki, İran İsrailə hücum eləyə bilsin. Bu bir şərait yaranıbdır və bu şəraitdir ki, indi İran İslam Cumhuriyyəti ən zəif mövqeyiyyətdədir. Bir tərəfdən millət hamı narazıdır, yaşayış çox çətin olubdur, inflasyon 7-8 ildir, %40, %50, yəni ildə qiymətlər hamısı dubl olur və cəmaatın süfrəsi çox-çox kiçilibdir. Çox adamlar ət alıb yeyə bilmirlər, yavan çörəklə, yer almaqla, belə bir şeylərlə keçinirlər. Bu da gizlin bir şey deyil. Hamını bir vəziyyətə salıb İslam Cumhuriyyəti ki, demək olar, üzlərin şillə ilə qırmızı saxlayırlar. Cəmaat amma eləyəmirlər, hökuməti yıxsınlar, ondan ötürü ki, hökumət illər boyu tamam müxalif qüvvələri əzbaradan aparıbdır. O yan tərəfdən tamam məmləkətin var-yoxun silahlı qüvvələrə veribdir, təhlükəsiz təşkilatları çoxaldıbdır, bir növ zorla məmləkətə hökumət eləyir. Eyni zamanda da dünyanı özünə düşmən eləyibdir. İslam Cumhuriyyəti istəyirdi ki, İnqilab İslamını sadir eləsin, bir növ dünyada yaysın. Birinci mərtəbədə istəyirdi müsəlman ölkələrə bu inqilabı sadir eləsin. Amma görürük ki, İslam Cumhuriyyəti siyasəti qələt olduğuna görə tamam İslami ölkələr İslam Cumhuriyyəti ilə müxalifət göstərirlər və ondan indi üzbəyüzə dururlar. Amerikanın və İsrailin siyasətlərin İrana qarşı onlar təsdiq eləyirlər. Belə bir şəraitdə imkanı vardır, çünki söhbət İranda çox gedir ki, imkanı var müharibə başlansın. Vəli əgər müharibəni İsrail başlasa, yəqinən Amerikanın
həmrahlığı ilə, himayəti ilə və onun demək olar ki, nizami yardımı ilə bu həmləni, hücumu başlayacaqdır.